Herkese salam olsun. Bu yaxınlarda Paşinyan haqqında oxudum bəzi xəbərlər, dinlədiyim bəzi xəbərlər, dünən hətta onun üzərinə hücum olduğu haqda eşitdiyim xəbər, onun haqqında çoxdan bəzi demək istədiklərimi elə bil önə çıxartdı və Paşinyan, yəni həm müharibə dövründə, həm də zaman-zaman öz sözləri, əməlləri ilə həqiqətən də heyranlıq doğurur. Məsələn, bir xəbər var ki, Paşinyan metroda bir Qarabağdan köçən insan onu günahlandırır. Yəni bütün hadisələrdə. Paşinyan isə cavab verir ki, sizin Qarabağda yaşamanız üçün hər şeyi etdik və 2023-cü ildə insanların Qarabağdan Ermənistana getməsinin qarşısını almaq üçün sərhədləri bağlamaqda məni günahlandıran sizlər idiniz. İndi isə buraya gəlib deyirsiniz ki, geri qayıtmaq istəyirdik. Biz Ermənistan vətəndaşlarının milyardlarla vergisini sizlərə xərclədik ki, orada qala biləsiniz. Bəs niyə qalmadınız? Yəni çox gözəl sual. Həm də mən fikir vermişəm ki, Qarabağ erməniləri məsələsi Ermənistanda, əsl Ermənistanda yaşayanlarla Qarabağ erməniləri arasında da nəsə qəribə bir təzad var. Necə ki, bizim vaxtda Ermənistandan gələn qaçqınlarla, sonra Qarabağdan gələn köçkünlərlə, hansı ki, Ermənistandan gələnlərə məsələn şərait yaratsalar da onlar qayıtmaq istəmirlər. Demək ki, burada yaxşı yaşayırlar. Qarabağda yaşayanların da çoxu qayıtmaq istəmirdi. Demək ki, onlar daha yaxşı yaşayırlar və onlara yaşadıkları yerin əhəmiyyəti yoxdur. Amma Ermənistana köçən, buradan gedən ermənilərin mən rəyləri, vaxt-vaxt onları müşahidə edəndə hiss etmişəm ki, onlar elə bir qayıtmaq istəyirlər. Onlar elə bir həsrətini çəkirlər buradakı həyatlarının. Demək ki, onlar burada gözəl yaşayırdılar. Və hətta mən bir rusca videomda ermənilərə sual verdim ki, siz Azərbaycanda çox gözəl yaşayırdınız. Azərbaycanın ən gözəl yerlərində, ən gözəl imtiyazlarla, vəzifələrdə çoxu sizlər idi. Hətta bizim bəzi insanlarımız erməni qadınlarla evlənirdilər ki, kişilər vəzifədə irəli çəkilsinlər. Nədən siz etiraz etdiniz də, yəni Stepanakert-də? Mən də cavab almadım. Əksinə qəzəbli cavablarla rastlaşdım. Amma faktlığında qalır. Yəni qəzəblənmək, nələrisə rədd etmək, inkar etmək, bu o problemi həll etmir, yaxud da onu üstdən xəyət çəkmir. Paşinyanda ikinci məni heyran edən hadisə onun boşanması olub. Yəni onun həyat yoldaşı Anna Akopyan, yəni onlar vətəndaş nikahında olublar, rəsmi nikahda olmayıblar. 30 il birgə yaşadıktan sonra Anna Akopyan bir günü hökumət evindən kirayəyə köçür və ayrıldıqlarını bildirir. Paşinyan buna necə reaksiya verir? Paşinyan bu qərara hörmət etdiyini, Anna Akopyanın çətin anlarda ona sığınacaq və dəstək olduğunu qeyd edərək yaşanılan acılara görə üzr istəyib. Görürsüz, insanda bax, boşanmaya qarşı da münasibəti, həyat yoldaşından üzr istəməsi, yəni bunu bax, normal insan, adekvat bir münasibət sərgiləməsi də göstərir ki, Paşinyan həm Ermənistan üçün, həm bizim üçün ən uyğun bir şəxsdir. Amma Rusiya gördüyümüz kimi hər yerdə mövqələrini itirəndə yenə Cənubi Qafqazda nələrsə qarışdırmağa can atır və nələrsə eləməkdən yenə də əl çəkmir. Umarım ki, erməni xalqı ağıllı olar və öz seçki hüququna həmişəki kimi sahib çıxar. Çünki revanşizm siyasəti heç bir zaman heç kəsə xoşbəxtlik gətirməyib. Həm də ki, Paşinyanın dediyi kimi Qarabağ erməniləri özləri daha çox günahkardır və bizdə atalarda bir söz var, çox istəyən azdan da olar. Ona görə elə eləmək lazımdır ki, az olandan da məhrum olmayasan.